vaxtımız gəlir. İnşallah Peyğəmbər əleyhissalamın, İmam Cəfər Sadiq əleyhissalamın nə olarsa bizə bayram payı verəsən Allahın izni ilə. Sənə and verirəm onun Zəhra salamullah əleyhanın xatirinə. Bizi yaradan Allah'tan İmam Zaman əleyhissalamın zührünü təcil eləsin. Bizə verdiyi nimətləri əlimizdən almasın. Bizi yaradan Allah'a layiqincə şükür eləməyi, itaət və ibadət eləməyi qismət eləsin. Bizi bir göz qırpımında da olsa başlı başına bırakmasın, nəzərin üstümüzdən əsk eləməsin, əlimizdən tutsun. Ağılı gələn gəlməyən bəlalardan da qorusun. Ağalarımızın ziyarətində bütün arzusunda olanlara qismət eləsin. Günahlarımızı da bağışlasın, atamızın, anamızın haqqı boynumuzda olanların da, ocağımızda gözü olanların da günahlarını bağışlasın. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Təşəkkür edirəm xanım, sağ olun. Allah sizdən razı olsun. Biz de teşekkür ederiz. Çok sağ olun. Allah sizden de razı olsun. Ziyaretiniz məqbul olsun. Növbəti günlərdə yenə də buyurun, zəng edin, ziyaretçi olun. Çok sağ olun. İnşallah. Sağ olun. Sağ olun. Hörmətli izləyicilər, söyləmək istədiyimiz odur ki, 2 gün müəyyən səbəblərdən Futros proqramı təşkil edilmədi. Ola bilsin ki, əzizlərimiz elə anlasınlar, başa düşsünlər ki, Futros proqramı ümumiyyətlə olmayacaq. Amma bəzən canlı yayımda bu kimi texniki qüsurlar baş verir. O səbəbdən sizdən, xidmətinizdən üzr istəyirik ki, 2 gün sizi gözlətməli olduq. Amma hal-hazırda canlı yayım, efir dəqiqələri, saatları sizlərə yenidən ixtisas verildi. Biz sizləri əsla unutmadıq və sizlərin məhəbbətinizi, əhl-i beytə olan sevginizi bilirik və bilirik ki, nigaransınız. Hər kəs istəyir ki, hər gün Seyid-i Şühədanın zəvvarı olsun, ən azından uzaqdan da olsa belə. Və beləliklə hal-hazırda canlı yayımda görürsünüz Futros proqramının əlaqə nömrələrini. Buyurun, zəng edin, ziyarətçi olun, xidmətinizdə varıq. Digər bir ziyarətçi zəngi var, onun da xidmətinə salam ərz edək və onu da canlı yayım fəzasına qoşaq. Salamun əleykum. Aleyküm selam. Futros proqramının canlı yayımına Kərbəlaya xoş gəldiniz. Buyurun, ziyarətçi olun, salam verin. Çok sağ olun. Biz hiç Kerbela'dan ayrılmadık ki. Cismim ayrılsa da ruhumuz oradadır. Maşallah. Esselamu aleyküm ya Ebu Abdillah. Ve alel vahilleti hallet bişinaik. Selamullahi minni ebeden ma begit ve begiyel leyli ve neharu. Ve la cealallahu ahirel ahdi minni li ziyaretikum. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala avladil Hüseyin ve ala ashab-ı Hüseyin. Ağam namsıyla daim salam olsun. Onun zəvvarlarına, hadimlerine, hərəminin ətrafında dövrə vuran melekler. Buyurun, sesiniz canlı yayımda, devam edin. Yani, ben İmam Hüseyin Aleyhisselam'ın mübarek ziyaretine nail olmak. Ancak İmam Hüseyin Aleyhisselam'la ruhan ayrılmamışam ve ben inanırım ki İmam Hüseyin Aleyhisselam elə bir cazibə qüvvəsinə malikdir ki, kimin könlünə düşsə yəqin ki İmam Hüseyin Aleyhisselam onu öz könlünə salıb. Sizə təşəkkür edirəm. Bu insanların əli çatmayan, cismən orada ola bilməyən insanları birləşdirirsiniz. Bizi Kərbəlaya qovuşdurursunuz. Bizim səsimiz o mübarək diyardan eşidilir.
Xoşdur bizə sizin kimi möminlərin, Əhl-i Beyt aşiqlərinin xidmətində olmaq çox böyük bizim üçün şərəfdir. Minnətdarıq sizdən. Nə yaxşı ki varsınız. Əl-ələ verək Zəhra mediasını yaşadaq və eyni zamanda Seyid-i Şühədanın amalını yaşadaq. Minnətdarıq sizdən. Bütün dualarınıza ilahi amin deyirəm. Allah qəbul eyləsin sizdən. Dualarımız qəbul olsun. Amin. İlahi amin. İlahi Amin amin. inşallah. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Çok sağ ol. Sağ olun. Bütün Türk dilli soydaşlarımızın xidmətinə ərz edirəm. Hal-hazırda canlı yayımda Futros proqramının əlaqə nömrəsini görürsünüz. Əzizlərimiz, Türk dilli soydaşlarımız, bu şəbəkə Zəhra mediası Kərbəladan canlı yayım Futros proqramı ilə hər gün sizin xidmətinizdədir. Bura sizin şəbəkənizdir. Hər kəs Türk dilində danışırsa, Türk dilində danışa bilirsə buyursun, zəng etsin. Bura sizin öz evinizdir. Biz də sizin ailəniz sayılırıq. Biz də sizə xadimik burada. Türk dilli soydaşlarımız, məsələn, deyə bilərik ki, İraqın türkmən xalqını, onlar ki, türk dillidirlər, onlar ki, türkçə konuşurlar. Onlar da buyursunlar, zəng etsinlər. Eyni zamanda Türkiyədən olan möminlər, müsəlmanlar, buyurun, siz də zəng edin. Peyğəmbər sallallahu aleyhi və alihin yeganə qızı olan Qurrətə Əyn-i Rəsul, gözünün nuru olan, qızının adını daşıyan bu Zəhra mediası, bütün ümmətin anasıdır və sizin möminlərin, biz möminlərin də anasıdır. Buyurun, zəng edin öz anavızın şəbəkəsinə, Kərbəlaya, yeryüzünün cənnətinə, Futros proqramına. Qəlbinizdə olan arzu diləklərini məhz bu mübarək fəzadan söyləyin. Hacətlərinizi məhz bu mübarək fəzadan Allahdan diləyin. Qoyun, Allah Teala da sizin bu dualarınızı qəbul etsin, müstəcab etsin. Bilirik, hər kəsin bir sıxıntısı, nigarançılığı var. Elə isə buyurun, bu canlı yayın mübarək fəzadan dualarınız asimana ucalsın. Allah Teala'nın burada qərar verdiyi mələkləri də sizin dualarınıza ilahi amin desin. Buyurun, xidmətinizdəyik. Bismi Rabbil Kəbə. Bəzən bir ad sadəcə bir söz və ya kəlmə ifadə etmir. Hal-hazırda canlı yayımızda zəng var, onun da xidmətinə salam ərz edirik. Salamun aleykum. Alo. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Mənlə siz xanım. Bəli, buyurun, Kərbəladan xidmətinizdəyik, canlı yayımdan, Futros proqramından. Buyurun, Seyid-i Şühədanın xidmətinə salam ərz edin. Allah'a salam üzerinize olsun. Esselamu alel Hüseyin ve ala Ali ibn-i Hüseyin ve ala evladul Hüseyin ve ala ashabul Hüseyin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah'ın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Allah sizdən razı olsun ki, mənə də bugün bu verilişə qoşdunuz. Allah'a and verirəm öz izzəti cəlalına, cəmi xəstələrə şəfa versin. İmam Hüseyin hörmətinə, Əbülfəzl Abbas əleyhissalam hörmətinə. Bütün qəlblərində hacətlər olan şəxslərin hacətlərin rəva eləsin. Evlad arzusunda olanları evlad nasibində versin. Evlad arzusunda olanları evlənmək insanlar Allah güzel ismətlərin qarşılarına çıxarsın inşallah. Allah bütün evlərə ruzi bərəkət nəsib eləsin. Allah and verən izzəti cəlalına, qəlbindən keçənlər Allah'ın ayandır hər şeyə. Allah'ım hər şeyi görəndir, biləndir. Qəlbimdən keçən hacətlərimi Allah eşitsin mənim də. Gələn bu vaxtı inşallah bizə də nəsib eləsin Kərbəla ziyarətini. Bir dəfə nəsib eləyib, yenə də nəsib eləsin Allah'ın ziyarətini inşallah. İlahi amin. Sağ olun, var olun. Allah sizdən razı olsun bacım. Təşəkkür edirik. Allah sizdən də razı olsun. Nə yaxşı ki varsınız. Biz də sizin xidmətinizdəyik. Hər gün Futros proqramına zəng eləyə bilərsiniz. Uzaqdan da olsa zəvvar sayılırsınız. Bilirsiniz ki, bu salamlar, bu söylədiyiniz münacatlar Allah qatında məqbuldur və nami əməlinizə yazılır. Elə isə sizi hər gün Futros proqramında iştirakçı olmağa dəvət edirik. Gecəniz xeyrə qalsın. Minnətdarıq. Sağ olun.
Allah'a emanet olun. Başsağ Sağ olun. olun. Bismi Rabbil Kəbə. Bəzən bir ad sadəcə bir söz ya kəlmə ifadə etmir. Həqiqətdə o bir yol, bir dəvət və bir əhdir. Kərbəlada canlı yayımda. Bəndə Zeynəb Əlizadə ilk öncə yenidən hər birinizi salamlayıram. Bu anda verilişimizə baxanlar, verilişi izləyənlər. Müqəddəs Kərbəladan, yeryüzünün cənnətindən xidmətinizdəyik. Bu proqram adını azad edilmiş bir mələkdən, Futrosdan aldı. O mələk ki, ümid tapdı, yeni bir yol seçdi özünə. İmam Hüseyn əleyhissalamın bərəkətinə əf olunub, bağışlanıb, nurla qovuşdu. Və indi bu proqram bir körpüdür, könüllərdən könüllərə bir keçiddir. Bir zənginizlə, salam və dualarınızla siz də bu canlı yayımın anlarının bir parçası ola bilərsiniz. Hal-hazırda canlı yayımda Kazimindən də görüntülərimiz var. Eyni zamanda Nəcəf və Əşrəfdən də görüntülər var, əzizlərimiz. Belə günlərdə Əhl-i Beyti unutmayın. İmam Əmir-əl-Müminin Əli əleyhissalamın da mübarək xidmətinə salam ərz edin. Həzrəti İmam Musa Kazım ağa əleyhissalam ki, o da Babül Həvaicdir, o da hacətlər qapısıdır. Hər kəsin nə kimi müşkülü, sıxıntısı varsa, Həzrətə təvəssül etsinlər. Eyni zamanda Həzrət İmam Cavad ağa əleyhissalama təvəssül etsinlər. Bilirsiniz, səxavətdə çox xoşnam, xoş ad olan bir imamdır. Hər kəsin maddi çıxıntısı, maddi problemi, çətinliyi varsa, zəng etsin, Həzrət İmam Cavad ağa əleyhissalama təvəssül etsin və əmin olun ki, dualarınız məqbul olar bu canlı yayın fəzasından. Ürəyinizdən keçən hər nə arzu dilək varsa, söyləmək, münacat etmək istəyiniz nə varsa, bura Futrus proqramı məhz o məkan və o arenadır ki, hər səs səbirlə, rəğbətlə eşidiləcək. Sadəcə qulaqla deyil, könüllə də dinləniləcək. Allahın burada qərar verdiyi mələkləri də vardır ki, sizin dualarınızı eşidir və amin deyir. Hal-hazırda canlı yayımızda digər bir ziyarətçi zəngi var, onun da xidmətinə salam ərz edirəm. Salamun əleykum. Salam, axşamınız xeyir olsun inşallah. Sizin də axşamınız xeyir olsun. Kərbəlanın mənəvi fəzasına xoş gəldiniz. Buyurun, ziyarətçi olun. Allah razı olsun. Bismillahirrahmanirrahim. Esselamu aleyke ya Əbu Abdullah və aləl muhabbət əlləh. Əleyke minni salamullah əvvələn muhabbət və bəqiyyəl mən bəharu. Və la cəənnəllah xələhrini ziyarətkum. Esselamu aleyhi Hüseyin və aleyhi Hüseyin və ala əvladı Hüseyin. Və ala sahı Hüseyin. Salam olsun Həzrət Əbu Abdullah İmam Hüseyin salam ağama. Salam olsun Həzrət Əbu Fəzət Basəli salam ağama. Salam olsun Həzrət İmam Hüseyin ağama. Baş Əhl-i Beytlə və etmiş əziz yarəndə inşallah. Allahın salam və salavat olsun. Uzun məqamlı şəxslər, uzun məqamlı kimsələrə inşallah. İlahə verəcərə. Günlər ki, artıq səfər müvəqqəs əziz səfərhane gerdə qoyduq. Artıq qarşıdan daha bir müqəddəs əziz ayınlar Rəbiül Əvvəl ayına daxil olduq. Bu ayda da
Xanım Fatimə Zəhra sallallahu aleyhi və səlam anamızın əziz balası olan Həzrət Məhəmməd əleyhissalamın əyyam günləridir və bu günlərin münasibəti və qarşıdan gələn ağamız Həzrət İmam Həsən Əsgəri əleyhissalamın şəhadət günü münasibəti ilə başda dövrümüzün əziz möhtərəm Uca Maqamının ağası İmam Mehdi İsa Hüzeyna sallallahu aleyhi və şərifə ki, Allah cümləsin baş sağlıq verir, təsdiq edirəm və dünyada olan bütün mümin bazı qardaşlarımıza baş sağlıq verir. Allah təbarək və Allah'ın səbir diləyirəm. İlahi inşallah ki bizləri bu Əhl-i Beytin yolundan ayırsanlar, bizləri İmam Hüseyin ağanın şəfaətindən ayırsanlar, bu dünyada etdiyimiz hər bir əməli, kiçik bir əməli, günahlarımızdan əfv eləməyəcək və etdiyimiz yaxşı əməlləri İmam Hüseyin ağanın dərgahında saat qərar verir, ya Rabbi aləmin. Çox sağ olun, Allah razı olsun sizdən də ki, biz İmam Hüseyin nökərlərin bu gecə səsimizi o müqəddəs əziz eləməyini çatdırdığınıza görə inşallah qismət olar bir gün canlı şəkildə gələrik. Ağamızın o pak uca ələmini öpüb göz yaşlarını görün inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. İltimas dua ya Əli. Teşekkür edirik. Allah dualarınızı məqbul buyursun. Allah ziyarətiniz, hacətlərinizi sizə ata etsin. Tezliklə huzuri şəkildə gələsiniz. Söylədiyiniz kimi, istədiyiniz kimi. Allah Teala sizə əta eləsin və bu müqəddəs fəzada canlı yayımda ziyarətçi olasınız və salamlarınızı, dualarınızı bu mübarək fəzadan Həzrətin xidmətinə ərz edəsiniz. Bəli əzizlərimiz, bura Futros proqramıdır. Kərbəla yer üzünün cənnəti. 6 imamlara qucaq açmış, mübarək, müqəddəs bir məkan. Bildiyiniz kimi bura edilən hər zəng, bura qoşulan hər söz, hər dilək Allah dərgahında məqbuldur. Çünki Allahın Seyyid-i Şühədə əleyhissalama əta etdiyi inayəti sayəsində bu həyata keçir. Əgər sizin də bir çağrışınız, bir duanız varsa, eşidilməsini istəyirsinizsə, hal-hazırda indi məhz o anın vaxtıdır. Bəlkə də içində bir sual var, bəlkə də gizlində bir dərdin var. İndi isə o sözü deməyin, o nura qovuşmağın və Allahdan Əhl-i Beytə təvəssül etməyin vaxtıdır. Sallallahu aleyk ya Əba Abdillah. Esselamu aləl Hüseyin və alə Ali ibnil Hüseyin və alə evladil Hüseyin və alə əshabil Hüseyin. Bildiyimiz kimi Futros bir mələyin adıdır. Biraz qəlbi qırıq, biraz da susqun. Amma ümid dolu və nura doğru yol alan. Əgər sizin də bu gecə fürsətiniz varsa, bir söz söyləmək istəyirsinizsə, o zaman buyurun, canlı yayımın əlaqə nömrələrini görürsünüz, Futros proqramına zəng edin. Ürəyinizdə, könlünüzdə nə arzu dilək varsa, dilinizdə hansı sözlər varsa, hamısı buradan, müqəddəs fəzadan, Allahın dərgahında eşidiləcək. Təkcə qulaqla yox, hətta qəlblə də hiss ediləcək. Bu proqram sadəcə bir ad deyil, bəlkə əslində bu bir dəvətdir. Dəvət beyət etməyə, dəvət təvəssül etməyə, dəvət söhbət edib aram olmağa, dəvət dinləməyə və illərlədir axtardığın nurla qarşılaşmağa bir dəvətdir. Elə indi əlinizi telefona uzadın və Futros proqramının canlı yayım əlaqə nömrəsini WhatsApp zəngi vasitəsilə yığın və biz də sizin xidmətinizdəyik.
Alo, selamun aleyküm. Akşamınız xeyir olsun. Akşamınız xeyir olsun. Nətərsiniz? Sağ olun, salamat olasınız. Hal-hazırda canlı yayımda Kərbəlada Futros proqramında səsiniz eşidilir. Buyurun, salam verin İmam Hüseyn ağa əleyhissalamın xidmətinə. Ay selamun aleyküm İmam Hüseynlərə. Kərbəla şəhidlərinə salamlar olsun. 12 imamlara salamlar olsun. 72 şühədalara salamlar olsun. 124 min peygamberlere salamlar olsun. Bildiğim bilmediklerim kızım biraz adamın yaddaşı değil de hamısına bütün Allah'a ne kadar mahsuslar var. Allah rızasına olan hamısına salam diyem. Allah rahmet eylesin. Salamlar olsun ağalara. Zeynep Hanım'ın özüne, Sakine Hanım'a, Zahra Hanım'a, balalarıyla, isteyenlerle inşallah. Televizyon kaybolup ona göre bakabilmeyem. Amma sizin səsiniz canlı yayımda hal-hazırda eşidilir və biz sizi duyuruq. Allah sizə kömək olsun, dualarınız müstəcab olsun. Tezliklə siz də qəlbinizin muradına, hacətlərinə nail olasınız. Çox xoş oldu ki, sizin kimi möminlərin xidmətindəyik və sizin dualarınıza qoşulub ilahi amin deyirik. Allah Teala'dan arzum budur. Kiminle niyetleri var kızım? Yencil bu vakti öz niyetlerini satsın. İlahi amin. Allah hazretlerin versin. İlahi Allah amin. sana da can sağlığı versin. Təşəkkür edirik. Balaların xeyrince. Gecəniz xeyrə qalsın. Teşekkür ediyorum sana kızım. Gecəniz xeyrə qalsın Möminə anamız. Sağ olun. Sabah da zəng edin. Sağ olun. Digər bir hörmətli izləyicinin xidmətinə salam ərz edirəm. Axşamınız xeyir olsun. Salam aleyküm. Aleyküm Akşamınız assalam. xeyir. Buyurun, xoş gəldiniz Kərbəlanın canlı yayımına. Mən danışmaq istəyirdim. Buyurun, eşidirik, dinləyirik sizi. Salamı. Alo. Alo. Bəli, səsiniz eşidilir. Axşamınız xeyir. Sizin də axşamınız olsun. xeyir. Sizə məşəddən salamlayıram. İnşallah bu ay, gələn ay mən gəlmək istəyirəm Kərbəla Məşkətə. Allahın izni ilə sizlərdən də duaçı olmağınızı istəyirəm. Siz hal-hazırda canlı yayımda Kərbəlanın canlı yayım fəzasına qoşulmusunuz. Əmin olun ki, buradan Allahdan nə dua etsəniz, duanız müstəcab olar və qəbul olar. Elə isə buyurun, ilk öncə ədəbdəndir, mərifətdəndir ki, İmam Hüseyn ağa əleyhissalamın xidmətinə salam ərz edəsiniz. Sonra ardından təvəssül edib dualarınızı Allahdan istəyəsiniz və biz də sizi burada ilahi amin deyirik. Buyurun, efir sizindir, dinləyirik sizi. Salam olsun İmam Rıza ağanın hərəminə. Oradan salamlayıram. Hər kəsin ziyarətin, müşküllərin qəbul olması niyyəti ilə hacətlərimizin, bizlərə də ağamızın dəvəti olsun. Gələn bu vaxt ərbəyinə gəlməyi. İlahi amin. Özüm bu il inşallah gələcəyəm sentyabrda. İnşallah. Arzusunda olan hər kəslərin hacətlərin, müşküllərin Allah qəbul eləsin. Biraz İlahi. heyecanlıyam, danışa bilmədim. İlahi amin. Tezliklə sizə Kərbəla nəsib olsun. Həyəcanınız da təbiidir. Narahat olmayın. Dualarınız bu müqəddəs fəzadan eşidildi. Amin. Əminim ki, Siz də gəlməyim üçün amin deyəsiniz bəli, dəvət. gözümüz üstə. Gözümüz üstə. Amin. Allah razı olsun. Gecəniz xeyrə. Sizin də gecəniz xeyrə qalsın. Sağ olun. Ya Vəsiyyəl Həsəni, ey Həsən Əskəri əleyhissalamın canişini. Hal-hazırda canlı yayımızda ziyarətçi zəngimiz var, onun da xidmətinə salam ərz edirəm. Salamun əleykum. Ve aleyküm selam. Esselamu aleyke ya Hüseyin. Esselamu aleyke ya bne Hüseyin. Esselamu aleyke Sarı Hüseyin. Esselamu aleyke evlat Hüseyin. Bütün 72 şuhadaya salam olsun.
bütün şehitlerin salam olsun ve bütün İmam Hüseyin'e salam olsun, Ebu'l-Fəz Ağa'ya salam olsun ve bütün Qarabağ şəhidlərinə, 2-ci Qarabağ şəhidlərinə salam olsun. Allah Teala bütün şəhidlərimizi bütün İmam Hüseyinlə məşğul etsin və Allah Teala bütün hamının ziyarətini qəbul etsin. Və bu il gələ bilməsəm də inşallah gələn arzum odur ki, Əlbən ziyarətinə gəlim. Və inşallah keçən il mən Əlbən ziyarətində ziyarət etdim. Və gün o olsun ki, Allah Teala olmayanlara nəsib etsin bu ziyarəti. Amin inşallah. Amin. 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 Allah ziyarətinizi məqbul buyursun. Xoş olsun saadətinizə ki, ziyarətlər sizə də nəsib olur. Ən azından bilirsiniz, uzaqdan da salam verməyinizlə ziyarətiniz məqbuldur və dualarınız bu müqəddəs canlı yayımla eşidilir. Və biz də sizin dualarınıza ilahi amin deyirik. Növbəti günlərdə buyurun, yenə zəng edin, ziyarətçi olun, xidmətinizdəyik. Ya Vesiyel Həsəni, ey Həsən Əskəri əleyhisselamın canişini və xələfəl höccə, ey ilahi canişin olan höccət, əyyuhəl qaimul muntəziril məhdi, yəbnə Rəsulillah, ey Rəsulullahın oğlu, ya hüccətəllahi ələ xəlqi, ey Allahın öz yaratdıqları üzərində höccəti və dəlili. Ey bizim ağamız və Mövlamız, həqiqətən biz sənə üst tutub, səni Allah dərgahında şəfaətçi seçir və sənin vasitənlə Allahın dərgahına üst tutub hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi, Allah yanında bütün möminlərə, əhl-i beyt aşiqlərinə şəfaətçi ol. İlahi amin, ya Rabbel aləmin. Digər bir əziz izləyicinin xidmətinə salam ərz edirəm. Salamun aleykum. Salam, salam. Axşamınız xeyir. İmam Sizin də Hüseynə salam axşamınız olsun. xeyir olsun. Məhəmməd Peyğəmbər salavatullah. Salam olsun. Salam olsun Kərbəla əhlinə. Salam olsun Allahın bütün sevdiyi bəndələrin ruhlarına, 124 min Peyğəmbərə. Allah Taala kimin hacəti varsa Allah qəbul eləsin. Mənim də İmam Hüseyn və Allahdan, onun bəndəsi Məhəmməd Peyğəmbər salavatullahın xətrinə, İmam Hüseynin xətrinə Allahdan istədiyim, mənim övladlarımın can sağlığı, bir də xoşbəxt olmalıdır. Qızım Türkanın narahatçılıqları var, çox narahatdır. Ürəyində bilmirəm, nəsə xəstəlikmi, yoxsa bilmirəm, nədirsə əsəbi stresi var. Allah Taaladan onun bəxtinə gözəllik yazmasını istəyirəm, onun həyatını gözəlləşdirməyini istəyirəm. Sizə də Allah can sağlığı versin ay xanım. Allah sizin də ürəklərinizdə niyyətiniz varsa Allah qəbul eləsin. Bizim üçün önəmli olan sizin münacatınızın bu müqəddəs fəzadan qəbul olunmasıdır. Bizim üçün o önəmlidir ki, sizin kimi əhl-i beyt aşiqləri, möminlər təvəssül edirsiniz və canlı yayımda salamlar göndərirsiniz əhl-i beytin xidmətinə. Və ümidvarıq ki, onlar sizin münacatınızı eşitdi və Allahın burada qərar verdiyi mələkləri də sizin dualarınıza ilahi əmin deyirlər və biz də ilahi amin deyirik. Allah Teala o gözəl övladınızın qəlbinə aramlıq versin, huzur versin, səfa versin, qəm qüssəsini dağıtsın, nigarançılığı, sıxıntısını bərtərəf eyləsin. Bi haqqı Fatimə-i Zəhra salamullahi aleyhaya xatir. Allah Teala sizə də can sağlığı, uzun ömür versin. Dualarınız müstəcab olsun inşallah. Allah qəbul eləsin. Allah sizdən də qəbul eləsin. Çox sağ olun. Növbəti günlərdə buyurun yenə zəng edin, ziyarətçi olun. Bilirsiniz ki, hər kəs nə kimi sıxıntısı varsa, əgər bu müqəddəs nura qoşulursa, Əhl-i Beyt nuruna və Kərbəlaya, qəlbi aram tapır, evlərində olan sıxıntılar, müşküllər də bərtərəf olur. O salamların hesabına, o duaların hesabına. Elə isə bu nurdan ayrılmayan,
Əhl-i Beytlə həmişə olun. Allah sizi daim Əhl-i Beytlə məşhur eyləsin inşallah. Var olun. Allah yardımcısı olsun. Minnəttar. Gecəniz xeyir olsun. Sağ olun. Bu müqəddəs Futros proqramının canlı yayım dəqiqələrindən bütün möminlər üçün dua etmək istəyirəm. O əzizlərimiz ki, böyük ümidlə Kərbəlaya zəng edirlər və gözlərini bu nura dikiblər, Əhl-i Beyt məhəbbətinə dikiblər. İlahi, bütün mömin və möminələri, istər diri olsun, həyatda olsunlar, istər vəfat etmişlər olsun və vəfat etmişləri olsun, öz rəhmət və məğfirətinlə onları əhatə et. Bizləri Əhl-i Beytin həqiqi davamçılarından qərar ver. Bütün möminləri və Əhl-i Beyt sevərləri də Əhl-i Beytin davamçılarından qərar ver. Qəlblərimizi İmam Hüseyn əleyhissalamın məhəbbəti ilə dirild. Gözlərimizi onun müsibətinə ağlayanlardan et. Və bizləri dünya və axirətdə onun şəfaətindən məhrum etmə. Zamanənin sahibi olan İmam Məhdi Əccəlallahu Teala Fərəcəhu Şərifə can sağlığı, qüdrət və səbr və istiqamət və onun zuhurunun acil olmasına inayət et. Bütün xəstələrə şifa diləyirik. Bütün xəstələrə bu canlı yayın fəzasından şifa, sihhət, salamatçılıq diləyirik. Borcu olanlara borcunu əta etmək üçün nicat, qurtuluş, möhtac olanlara bol ruzi, halal ruzilər əta et və bu fəzadan diləyirik. Dünyadan köçən möminlərə də, şəhidlərə, siddiqlərə, bivarislərə də, İlahi və Rəbbi İmam Hüseyn xatirinə rəhmət əta et. Bizləri Muhammed və Ali Muhammeddən, Əhl-i Beyt məktəbindən, İmam Hüseyn amalından ayırma. İlahi amin, ya Rəbbəl ələmin. Əziz möminlər, Futros proqramının dəqiqələri baqidir. Buyurun, zəng edin, siz də dua edin, təvəssül edin, beyyət edin. Xidmətinizdə varıq. Hal-hazırda canlı yayımda müqəddəs Nəcəf Əşrəf şəhərinin ziyarətgahını görürsünüz. Əmir-əl-Müminin Əli əleyhissalamın ziyarətgahı. Buyurun, zəng edin, salam verin. Esselamu aleyk ya Əmir-əl-Müminin. Esselamu aleyk ya Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam. İmam Sadiq əleyhissalam belə buyurur. İmam Hüseyn əleyhissalam öz zahirlərinə baxaraq deyər. Əgər zəvvarın bilsəydi ki, onun üçün Allah necə bir mükafat nəzərdə tutmuşdur, ağlamaq və sızlamaqdan daha çox şadlıq edər və sevinərdi. Həqiqətən İmam Hüseyn əleyhissalamın zairi ziyarətdən, günahdan paklanmış halda geri dönər. Hətta əgər uzaqdan da zəng edirsinizsə, salam verirsinizsə, əmin olun zəvvar sayılırsınız və sizin də dualarınız burada məqbuldur. Və bu ziyarətdən də günahlarınız paklanmış halda, günahlardan arınmış halda əli dolu geri dönürsünüz. Ya Əba Əbdillah, ya Hüseyn ibn Əli, əyyuhəş-şəhid, yəbnə Rəsulillah, ya hüccətəllahi ələ xəlqih, ya seyyidənə və məvlana, innə təvəccəhnə və istəşfə'nə və təvəssəlnə bikə iləllah və qəddəmnəkə beynə yədəy hacatina, ya vəcihən indəllah, işvə'lənə indəllah. Digər bir əziz ziyarətçinin xidmətinə salam ərz edirəm. Salamun əleykum. Ay Allah, əleyhissalam.
Buyurun. Oy 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 oy. Kərbəlanın Allahın salamı canlı olsun yayını. sizlerin üzerine. Teşekkür edirik. Allah'ın salamı sizin müminlerin Oy de üzerine Zeynep olsun. Hanım ne tersiz. Sağ Ne- olun. Ne var ne yok ne Selamet tersiz. Allah'ın olasın. salamı, rəhməti üzerinizə olsun, bərəkəti kisənizə olsun, İmam Hüseynə salam olsun ağama, Peyğəmbərimə salam olsun. Ne yaxşı şad oldum sizden məzəng gəldi. Bütün bədənim lərziyə getdi, inanın. İnanın Hal-hazırda Zeynep Hanım. Hal-hazırda canlı yayımdasınız. Futros programında Kərbəladasınız. Qoşuldunuz bu canlı yayıma. Buyurun, səsiniz də dinlənir, eşidilir bu müqəddəs fəzadan. Buyurun, ağalara salam verin və hacət istəyin onlardan. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Həmd olsun aləmlərin Rəbbi olan Allahıma. Esselamun aleyke ya Eba Abdillah ve elel ervahilleti hellet bi finaik. Aleyke minni selamullahi ebeden ma begitu ve begiyel leylu ve neharu ve la ce'elehullahu ahirel ehdi minni li ziyaretikum. Esselamun alel Hüseyin ve ela Ali ibnil Hüseyin ve ela evladil Hüseyin ve ela ashabil Hüseyin. Canımız Hüseyin'e feda olsun. O bir çıraqdır, o bir güneştir Hüseyin'im benim. Ona canım feda olsun. Zeynep Hanım, ben çok tutuldum, çok pis oldum, çok. Bilirik, bu İmam təbii Hüseyin hisslərdir. Bu təbii hisslərdir. İnsanın stres keçirməsi və həyəcanlanması çox gözəldir. Əgər Niye ağlayırsınızsa, stres geçirmeyeyim? Ağam, Bəli. ağam bizden ötürü canını vermiş, kanını Bəli. vermiş, evlatlarını vermiş, kardeşlerini vermiş. İmam Hüseyin'e canımız feda olsun. Əbəlfəz ağama, İmam Həsən ağama, anamız xanım Fatime-i Zəhraya hər gün mənim qəlbim onlarla döyünür. İnanın, inanın Zeynep Hanım, inanın. əlhəmdülillah ki, Allah Teala sizi əhl-i beyt mərifətindən zənginləşdirmişdir və bu yolda qərar vermişdir. Sizin bu gözəl hətta sözləriniz, kəlamlarınız, məhəbbətiniz peyğəmbərə və əhl-i beytə məvəddət fil qurbədir. Yəni dəqiq o ayəyə, o istəyə əməl edirsiniz, onlardansınız. Xoş olsun səadətinizə. Bu gün də məhz siz zəvvar oldunuz, ziyarətçi oldunuz. Bilirsiniz ki, Çok söylədiyiniz şükür Rəbbimizə. söylədiyiniz Çox şükür, salamlar çox məqbuldur, dualarınız müstəcabdır. Allah Teala sizə can sağlığı versin. Yenə də ziyarətdə sizlər nəsib Cümləmizə. eyləsin inşallah. İnşallah Zeynep Hanım, inşallah. Allah bizi də bu dünyadan, öbür dünyada Peyğəmbərimiz və əhl-i beytindən ayrı salmasın. İlahi Bizi bu amin. dünyada ağam Hüseynin ziyarətindən, öbür dünyada şəfaətindən ayrı salmasın. İlahi amin. Ağam güneşdir, Hüseynim güneşdir. Ona da canım fəda, anam fəda, atam fəda, evlatlarım, özüm fəda. Canımız fəda olsun ya Hüseyin sənə. Ey parlayan güneş, sənsən bizi yaşadan. Onların eşqi ilə yaşayıram mən Zeynep Hanım, inanın. Onlar mənim ailəmdir, ailəm. Mən ömrümü onlara bağlamışam, sərf eləmişəm, inanın ki. Həyatımı onlara sərf eləmişəm, imamıma, Hüseynimə, Həsənimə, Zeynəbimə, hamısına, Peyğəmbərimə, anamız xanım Fatime-i Zəhraya, İmam Əli əleyhissalama, hamısına, onların evlatlarına da, özlərinə də canım fəda olsun, Əbəlfəz ağama, hamısına. Allah qəbul etsin. Allah Amin, müstəcab amin. eyləsin Amma dualarınızı. sizlərə kömək olsun. Rəbbim uca Allahım. Sizlər bu kanalı, Futros kanalını yaratmışsınız. Canlı yayın yaradırsınız. Cəmaatı maarifləndirirsiniz. Hamı İmam Hüseyin eşqi ilə ürəyi döyünür. O İmam Hüseyini sevənlərin, İmam Hüseyini sevməyənlərə lənət olsun, lənət. İlahi amin ya Rabbel alemin. Bütün Biz ağamın dualarınızı. sevgisiyle yaşayırıq. Ağamın Bəli, sevgisiyle. bəli. Borcumuzdur. sevgimin. Ay Allah'ına canım fəda olsun. Onun adı geldi, bedenim lərziyə geldi. Zeynep Hanım, inanın. Allah qəbul etsin. Bu göz yaşlarınızı, Amin. bu münacatınızı, bu məhəbbətinizi, bu məvəddətinizi Allah sizi əhl-i Allah beytdən əlinizdən ayrı salmasın, almasın. ailələrinizə kömək Amin. olsun, övladlarınızı Amin, qorusun, hifz amin. eyləsin. Həm bu dünyada, Çox sağ həm olun, o Zeynep dünyada xanım. məşhur olasınız əhl-i beytlə inşallah. Amin inşallah. Allah Kərbala ziyarətini inşallah qismət eləsin bizə. Ağam Hüseynin, Əbəlfəz ağamın ziyarətini, Bəqi qəbirstanlərini, İlahi belə amin. Məkkə ziyarətini, Peyğəmbərimin ziyarətini bizə nəsib eyləsin inşallah. İlahi İnşallah. Artıq proqramımızın sonuna gəldik əziz izləyicilər. Bununla da Çox sağ proqramımız olun. sona çatır. Sizin də xidmətinizdən üzr istəyirik. Sağ olun, sağlıqla qalın.
Allah Teala dualarınızı da müstecab buyursun. Bəli əzizlərimiz, sabah yenə eyni saatda xidmətinizdə olmaq diləyi ilə sağ olun, sağlıqla qalın, gecəniz huzur, aramlıq içində olsun. Fəllahu xeyru hafizən və huvə ərhamur rahimin. Rahman ve Rahim olan Allah'ın adıyla. Kıymetli Zehra TV izleyenlere malumunuz olduğu üzere artık Rebiülevvel ayının içindedik ama Rebiülevvel'in de 9'una kadar siyah giymek elimizden geldiğince çalışıyoruz. Çünkü neden? Yine şehadet günleri var ta İmam Hasanül Askeri'ye kadar. O yüzden Rebiülevvel'in 9'una kadar siyah giymekte fayda var. Hazreti Muhsin Aleyhisselam'ın da şehadet günleri. Bundan dolayı Kılavuz programında bugün Hazreti Zehra'dan ve Hazreti Muhsin Aleyhisselam'dan da bahsedeceğiz. Ben biraz hazırlık yaptım. Seyyid Ali Hüdayi dedem de bizlerle beraber, ona da bir hoş geldin diyorum. Şimdi bugün Hazreti Muhsin Aleyhisselam'la ilgili şunu söylemem lazım. Dikkat çekici bir mesele var. O meselede ne? Ehli sünnetin kaynaklarında Hazreti Muhsin ismi var. Yani insanlar şunu söyleyemezler ki gerçekten bu isim yok. Var. Muhsin'in Hazreti Ali ve Hazreti Fatıma'nın çocuğuna olduğuna dair kayıtlar da var ki birazdan Seyyid Ali Hüdayi'den bunlara değinir. Ancak burada tarih anlatılarına dikkat etmek lazım. Yani Hazreti Muhsin'in varlığı konusunda dikkat etmek lazım ki vardır. Peygamber Efendimiz hatta bu çocuğun ismini koymuştur. Şimdi Hazreti Fatıma'nın cenazesine de geldiğimizde burası gerçekten düşündürücü. Sahih-i Buhari'de Hazreti Fatıma'nın vefatından sonra Hazreti Ali'nin onu gece defnettiği ve bunu diğer hiçbir Hazreti Fatıma'nın istemediği kimseye, yani sahabilerin önde gelen insanlarına bildirmediği yönünde rivayet vardır. Yani ne Ebu Bekir'in, ne Ömer'in, ne Osman'ın o cenaze namazında olmadığına dair rivayetler var Sahih Buhari'de. Hazreti Fatıma'nın vefatı geceliğin ve gizlice oluyor. Bu rivayet Fatıma'nın vefatından sonra ümmetin düşünmesi için son derece hassas bir mesele, üzerinde düşünüp tefekkür etmesi için önemli bir mesele. Bunu düşünmek lazım. Resulullah'ın kızı, cennet ehli kadınlarının en önde giden insanı, Resulullah'ın o benim bedenimden bir parçadır dediği yüce bir şahsiyet cenazesi gece kaldırılıyor. Burada demek ki bir şey var. Yani neden gece kaldırılırsın ki? Yani demek ki ortada bir incinme durumu var. Birilerinin gelmesi istenmiyor. Peki incinme durumu ile ilgili Sahih Müslim ve Buhari'de ne diyor Fatıma selamullahi aleyha ile ilgili? Fatıma inciten beni incitmiştir diyor. Şimdi cenaze gece defnediliyor. Bu tek başına bile insana birçok şey düşündürüyor. Hazreti Fatıma'nın istemediği kişilerin cenazesine katılmasını da istemiyor. Bunu Hazreti Ali'ye de aleni olarak söylüyor. Yani vasiyetinin içinde var. Bu nedenle mezarının yeri de kesin olarak belirlenmemiş. Bugün Medine'ye giden biri Hazreti Fatıma'nın kesin mezarını gösteremez. Çünkü kesin olarak bilinmiyor. Burada bir sır var. Burada bir sessizlik var. Burada bir vasiyet var ve bu sessizlik yüzyıllar boyunca devam etmiş. Ta Hazreti Mehdi gelip hükümetini kurana kadar da devam edecek. Hazreti Fatıma'nın mezarı nerede? Baki'de mi? Baki'nin neresinde? Resulullah'ın ravzasında mı? Evinde mi? Bu konuda çok farklı görüşler var ama kesin olan bir şey var. Ehl-i Beyt muhibbanının geleneğinde bu belirsizlik onun mazlumiyetinin sembollerinden biri haline gelmiştir. Çünkü şöyle düşünülür. Bir insanın hayatını, ölümünü ve hatta mezarını bile gizleyen bir tarih varsa orada sorulması gereken sorular vardır. Ve Hazreti Fatıma'nın mezarı bize soru sormaya devam ediyor. Şimdi kıymetli izleyenler,
Sahih Buhari'ye bakacak olursak, ehli sünnet kaynaklarından güçlü bir veri var burada. Buhari'nin rivayetinde Hz. Fatıma'nın Ebu Bekir'e kırıldığı ve onunla vefatına kadar konuşmadığı açıkça aktarılıyor. Şimdi burada şu soruyu sormak gerekiyor. Neden bu kadar kırılmıştı Hz. Fatıma? Ehli sünnetin yorumu şöyle: Ebu Bekir Resulullah'ın peygamberler miras bırakmaz şeklindeki sözünü uygulamıştır Fedek olayında. Yani kendince bir dini hükme bağlı kalmıştır. Ama teşennünün, yani Ehl-i Beyt'in yorumu ise bu yalnızca bir miras meselesi değildir. Fatıma'nın burada bir hakkı vardır ve o hak engellenmiştir. Bu yüzden Hz. Zehra incinmiştir, kırılmıştır. Üstelik onun şahitliği ve Resulullah'ın ailesine ait haklar farklı biçimde değerlendirilmiştir. Dolayısıyla Fedek, Ehl-i Beyt'in siyasi ve hukuki konumunun bir göstergesidir. İki tarafın da bunu açıklaması lazım. Açıklama bu. Fakat her iki tarafında üzerine düşünmesi gereken ortak veri şudur. Yani her ne kadar farklı yorumlarlarsa yorumlasınlar iki ekol bu olayı, günün sonundaki netice şu: Fatıma selamullahu aleyha kırılmıştır, incinmiştir. Şimdi ben burada daha fazla uzatmayacağım. İşi erbabına, ehline bırakacağım. Seyyid Ali Hüdayide'den ben bir ön girizgah yaptım. Muhsiniye günleri, Hazreti Fatıma'nın olayları, herkesin de mukaddesatına saygı duyarak ama tarihi verileri de paylaşarak dilim döndüğünce anlatmaya çalıştım. Bir girizgah yaptım. Sen de buradan alıp bizleri, bugünleri aydınlatma babında neler söylemek istersin? Bizimle ne tarz verileri paylaşmak istersin? Buyurun. بالله السميع العليم من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم الحمد والثناء لله رب العالمين وصلى الله على محمد وعترته الطاهرين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين وبعد. Öncelikle teşekkür ediyorum. Allah Azze ve Celle Rabiul Evvel ayının ta 9'una kadar yine Ehl-i Beyt müntesiplerinin matemlerini kabul eylesin inşallah. Amin. Rabiul Evvel'in başlangıcı Hazreti Zehra selamullahi aleyha'nın evine yapılan iktiham ve hücum hadisesidir. Bu hadiseden dolayı yine geçmiş şehadetlerden, Safer ayındaki şehadetlerden ve Rabiul Evvel'in ilk haftasında bildiğimiz Hazreti Zehra'nın kapısına saldırı ve Hazreti Muhsin'in şehadeti dolayısıyla, Eyyam-ı Muhsiniye dolayısıyla Allah Azze ve Celle bütün Ehl-i Beyt dostlarına ecirler versin. Şunu da ifade etmek gerekir. Bazı kimseler Eyyam-ı Muhsiniye'yi sanki böyle bid'atmış gibi, yani böyle bir şehadet merasimi yoktur. Bir de Eyyam-ı Muhsiniye çıkardınız başımıza şeklinde şey yapabiliyorlar, itiraz edebiliyorlar. Bu itirazların cevapları verilmiş ama şunu da ifade edelim. Birçok iş, birçok amel, şehadetler noktasında, şairler noktasında birçok iş şairler kapsamında değerlendirilmelidir. Örnek veriyorum, imamların türbelerinde kubbe yoktur daha öncesinde. Lakin rivayette şöyle ifade ediyor. İmam Hüseyin Aleyhisselam'ın kubbesinin altında edilen dua müstecaptır. Yani kabule şayandır, kabul edilmiştir. Bu ifadenin zikredildiği zaman diliminde İmam Hüseyin Aleyhisselam'ın türbesinin kubbesi yoktu. Lakin daha sonra bir kubbe yapıldı. Buradaki efendime söyleyeyim, bu kubbenin yapımı, minarelerin yapımı hangi delille yapıldı? Hangi delille bunlara cevaz verildi? Şair deliliyle. وَمَنْ يُعَظِّمْ شَائِرَ اللّٰهِ فَاِنَّهَا مِنْ تَقْوَ الْقُلُوبِ. Şair efendime söyleyeyim kapsamına girdiği için bunların caiz olduğu da ifade edilmiştir. Bu bir yana. Bu ayrı bir mesele. Bunu da arz etmek istedim. Hazreti Zehra selamullahi aleyha, Allah razı olsun. Hazreti Zehra selamullahi aleyha ile alakalı tabi bu birinci söylediğim sözde Seyyid Sadık'ın ilmi celeselerinden ve efendime söyleyeyim geçen bir üstadımızın yaptığı tercümede Seyyid'in konuşmasından iktibas idi. Onu ifade edeyim. Şimdi Hazreti Zehra selamullahi aleyha konusuna gelince ben 3 bölüm, yani her biri yaklaşık 1 saate yakın 3 bölüm bu konuyu incelemeye çalıştım internette. Bu 2 gün bunları önce bir yayınlamış olduğunuz bir video var YouTube'da, doğru mu Seydim? Öyle gördüm. Önüme düştü. Evet. Yani gün olarak şöyle
yaklaşık bayağı bir zaman dilimi oldu yani. Belki bir seneden biraz daha az. 3 bölüm, her birisi 45 ya da dakika, 1 saate yakın. Hz. Zehra selamullahi aleyha'nın kapısına yapılan hücumu sadece sünni kaynaklardan, bütün rivayetler, ravileri, rivayetlerin yorumları, şerhleri, metinleri, senetleri hepsini detaylı şekilde incelemeye çalıştım. Sadece sünni kaynaklardan. Bugün kısa bilgi vermeye çalışacağım. Şey de Bunları vardı özetlemeye Seyir'in 2 gün çalışacağım. önce Anadolu'da Şia'nın kadim varlığı